Stres həyatımızın bir parçasıdır. Stres hormonları dediğimiz adrenalin, prolaktin, böyüme hormonu, noradrenalin, bu kimi hormonlar var ki, bunlar həyatımız üçün çox vacibdir. Ən böyük stres hormonu kortizol hormonudur ki, onlarsız həyat yoxdur. Yəni stres hormonları əslində bizim çox böyük dostlarımızdır. Amma gərəyindən artıq sekresiyası, lazım olmayan hallarda istifadəsi, təbii ki, və yaxud da yüksəlməsi düşmən rolunda çıxış eləyir. Hər şey qədərinə görə gözəldir. Çünki orqanizm bir hemostazdır. Balanslı şəkildə və harmonik şəkildə orqanizm fəaliyyət göstərir. Sağlam orqanizm üçün hormonların sağlam balansı və yaxud da harmoniyası lazımdır. Ona görə stres hormonları bizim dostumuz da ola bilər, düşmənimiz də ola bilər. Həmin dediyiniz, misal üçün, kortizol hormonu çatmazsa xəstə adrenaline krizindən, adrenal yetərsizlikdən ölə bilir. Yaxud da stres hormonu dediyimiz böyüme hormonu çox artıq miqdarda istehsal olunursa, o zaman akromeqaliya dediyimiz kimi tablo meydana çıxa bilər. Ona görə biz bunların balanslı şəkildə saxlamamız üçün sağlam olmalıyıq, sağlam həyat tərzi keçirməliyik, sağlam qidalanmalıyıq, fiziki aktivlik qaydasında olmalıdır, kilolular qaydasında olmalıdır ki, bu hormonların dəngəsi pozulmasın. Çünki orqanizm tarazlıqda gözəl olur. Taraz harmonik şəkildə fəaliyyət göstərən hormonal sistem, endokrin sistem sağlam orqanizmi, sağlam zehni fəaliyyəti, sağlam fiziki fəaliyyəti ortaya qoyur.